Bismillah. Bürclərin 1-7 iyun həftəsi üçün ən düz proqnozu və həftənin ən şanslı və gərgin bürcləri. 1-7 iyun həftəsi astroloji baxımdan enerjili və dönüş nöqtələri ilə dolu görünür. Bu həftə xüsusilə ünsiyyət, qərarlar və münasibətlər ön planda olacaq. Gəlin hər bürc üçün ən dəqiq proqnoza baxaq. Qoç, bu həftə aktiv və təşəbbüskar olacaqsan. Yeni iş və layihələr üçün ideal zamandır. Amma tələskən qərarlar zərər verə bilər. Sevgi həyatında isə gözlənilməz yaxınlaşma var. Buğa, maddi mövzular diqqət mərkəzində olacaq. Gözlənilməz qazanc mümkündür. Amma xərclərə nəzarət etməsən balans pozula bilər. Ailə ilə bağlı qərarlar vacib olacaq. Əkizlər, sənin həftəndir, enerjin yüksəkdir və diqqət mərkəzindəsən. Yeni tanışlıqlar və fürsətlər çox olacaq. Özünü düzgün ifadə etsən, böyük uğur qazanacaqsan. Xərçəng, daxili dünyana çəkiləcəksən. Keçmişlə bağlı düşüncələr arta bilər. Həftənin sonuna doğru rahatlıq gəlir. Sağlamlığına diqqət yetir. Şir, sosial həyat canlanır. Dostlardan dəstək alacaqsan. Yeni çevrələrə daxil olmaq uğur gətirəcək. Amma eqonu nəzarətdə saxla. Qız, karyera zirvəsi görünür. Rəhbərlik tərəfindən qiymətləndirilə bilərsən. Stresli qərarlar olacaq, amma nəticə müsbət olacaq. Tərəzi, yeni planlar, səyahət və təhsil mövzuları ön plandadır. Həyatına yeni istiqamət verə bilərsən. Romantik sürpriz mümkündür. Əqrəb, dəyişiklik həftəsidir. Maliyyə və münasibətlərdə dönüş nöqtəsi var. Riskli addımlardan uzaq dur. Oxatan, münasibətlər əsas mövzudur. Ya ciddi addım atılacaq, ya da yollar ayrılacaq. Açıq danışmaq hər şeyi həll edəcək. Oğlaq, iş və gündəlik həyat tempin artacaq. Yorğunluq mümkündür. Sağlamlıq və rejiminə diqqət vacibdir. Dolça, sevgi və yaradıcılıq partlayışı yaşayacaqsan. Özünü ifadə etmək üçün əla zamandır. Risk etsən qazanan sən olacaqsan. Balıq, ailə və ev mövzuları ön plana çıxır. Keçmiş məsələləri həll olunacaq. Duyğusal balansı qorumaq vacibdir. Həftənin ən şanslı bürcləri əkizlər, şir, dolça. Bu bürclər üçün fürsətlər, uğur və sevgi enerjisi maksimum səviyyədədir. Həftənin ən gərgin bürcləri əqrəb, oğlaq, xərçəng. Bu bürclər sınaqlarla üzləşə bilər. Amma düzgün qərarlarla vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər.